Allah mübarək eləsin. Yine de Sarxanlı kəndə. Bu nədir ala? Harda Sarxanlıda. Kardeşler, biz İmişli rayonu Sarxanlı kəndində olduğumuz için fəxr edirik ki, biz İmişli cəmiyyətlə bir yerdəyik. 1993-cü ilin avqustun içində biz köçüb gələn vaxtı, bu kəndlər, bu ellər, obalar bizə dayaq dururlar. Mən buradan Botçalılar kəndini həmişə salamlayıram. İndi hamı bugünkü toyda, xoşbəxt bir gündür, bu toyda bir Füzuli qoruması bişirirəm. Pomidorlu biberdir. Allah mübarək eləsin. Taşlama demək olmaz, Füzuli qoruması. Bu nədir, bu nədir? İndi Füzulilər bu bəyənəcək. Bətin gözəlliyinə bax, Bax qardaş, bu Sarxanlıdır, Buludludur. Bunlar həqiqətən gözəl toylar eləyirlər dənə. Həmişə toylar. Sağ ol başım, sağ ol. Allah mübarək eləsin. Bax. Quzətinə bax. Sarxanlılar gözəl heyvan verir də. 15 kiloluk quzunun quyruğu, 15 kiloluk quzunun qaburğası. Bax, İmişlidə. İmişlidə. Sarxanlı kəndində. Allah mübarək eləsin. Bu da mən əziz afsiyatlarımdır, gözəl afsiyatlarım Sarxanlıda. Sarxanlı kəndi. Sarxanlı kəndi ən gözəl kəndlərdən biri. Allah mübarək eləsin. Hələ çox şey gəlməmişsizlər.